Bismillahirrahmanirrahim. Salam, xoş gördük hər birinizi, hörmətli izləyicilərimiz. Allahın salavatı, salamı, bərəkəti, rəhməti və məğfirəti üzərinizə olsun. Mübarək Ramazan ayının günlərini yaşayırıq və bu günlər münasibəti ilə hər birinizi təbrik eləyirəm və bu ayda etdiyiniz ibadətlərin, tutduğunuz oruçların Haqq Təala dərgahında ali dərəcədə qəbul olunmasını diləyirəm. Sözün həqiqi mənasında gözəl bir günləri yaşayırıq. Elə bir günləri yaşayırıq ki, bu günlərdə hədislərimizə əsasən çəkdiyimiz nəfəslər təsbih hesab olunur. Yatırıqsa yuxumuz ibadət hesab olunur. Bütün yaşayışımız əgər Allaha yaxın, qurbətən ilallah, qürbət qəsdi ilə, Allaha yaxınlıq niyyəti ilə yaşasaq, bütün həyatımız, bütün yaşamımız Allaha ibadət hesab olunur. Və oruc ibadətlərinin içərisində elə bir ibadətdir ki, yəni unikal və yeganə bir ibadətdir ki, sırf bu ibadətdə heç bir riyadan söhbət gedə bilməz. Yəni ki, insan orucu özünü göstərmək üçün, riyakarlıq etmək üçün orucu tuta bilməz insanoğlu. Orucda riya yoxdur. Və Həzrət Rəsulullah da Allah Müteala'dan belə nəql edir ki, Allah Müteala buyurur ki, "Əs-savmu li və ana əczi bi." Oruc mənim üçündür və mən onun mükafatını verəcəyəm. Yəni orucu heç vaxt riya üçün yerinə yetirə bilməzsən. Oruc sırf Allah üçündür. Sənin ac qaldığını, sənin susuz qaldığını, sənin pərhiz etdiyini sırf özün bilə bilərsən. Yəni onu insanlara, cəmiyyət arasında göstərmək mümkün deyil. Ona görə də Allah Müteala'nın o kəlamı var. Həzrət Rəsulullah nəql edir ki, oruc sırf mənim üçündür və mən onun mükafatını verəcəyəm. Və çalışaq bu ayda mənəviyyatımıza xüsusi diqqət verək. Bu ay təzkiyə ayıdır, ruhun təzkiyə ayıdır. İnsanın bütün o maddi pisliklərdən, maddi çirkabdan təmizlənərək, arınaraq və tövbə suyuna, tövbə qüslünü yerinə yetirməsi ayıdır. İnsanın tövbə suyuna çəkilməsi ayıdır. Bu ayda çalışaq maddiyyatdan maksimum dərəcədə uzaq olaq. Yəni Allah Müteala'nın orucu vacib etməsinin bir neçə özəlliyi vardır, bir neçə şərti vardır. Onlardan biri də məhz budur ki, insan maddiyyatdan, bu dünyaya olan bağlılıqlardan maksimum dərəcədə uzaqlaşsın. İnsan, biz baxırıq ki, fiziki orucda insana bir çox məhdudiyyətlər qoyulur. Hamısı da fiziki və maddi məhdudiyyətlərdir. Yeməkdir, içməkdir, cinsi yaxınlıqdır və s. və ilaxır. Bunların hamısı insanı maddiyyatdan qoparan bir qayda qanunlardır. Ona görə də çalışaq bu ayda maddiyyata, iftarlara, özümüzün məsələn yediyimizi, içdiyimizi göstərməyə, ləziz yeməklər yeməyə çox fikir verməyək. Əksinə, bu ayda çalışaq mənəviyyatımıza fikir verək. Bu ayda çalışaq ruhumuzun inkişafına fikir verək. Bu ayda çalışaq mənəviyyatımızı və ruhumuzu təzkiyə eləyək. Kasıblara əl tutmaqla, kimsəsizlərin, yoxsulların qapılarına girib onları yada salmaqla, namazımıza, ibadətimizə və Qur'anla ünsiyyətə fikir verməklə mənəviyyatımızı zənginləşdirək. Və biz görürük ki, oruca İslam mənbələrinə baxanda 3 mərhələ qail olublar. Yəni orucun 3 mərhələsi diqqətə çatdırılıbdır bizim mənbələrimizdə. Bunlardan birincisi fiziki orucdur. Yəni insanoğlu fiziki baxımdan bir çox məhdudiyyətlərə əməl edir və pərhiz saxlayır. Yeməkdir, əvvəldə qeyd etdiyimiz kimi, içməkdir, yəni boğaza gedəcək hər hansı bir maddi, hər hansı nəsə varsa. Cinsi yaxınlıqdır, başı bir dəfə suya salmaqdır, qusmaqdır və s. və ilaxır. Yəni insan bədəninə və fizionomiyasına aid olan bir sıra pərhiz və məhdudiyyət qaydaları var. Pərhiz qaydaları var ki, insan onları yerinə yetirməklə fiziki oruc tutur. Yəni sübh əzanından ta şam əzanına qədər bir sıra məhdudiyyətlərə əməl edir. Pərhiz qaydalarına əməl edir və bu onun fiziki orucu hesab olunur. Ancaq oruc sırf bundan ibarətdirmi? Xeyr. Oruc sırf bundan ibarət deyil. Ramazan
pərhiz, oruc sırf səhərdən axşama ac qalmaqdan ibarət deyil. Bu orucun fizioloji cəhətidir, tərəfidir. Ancaq orucun ikinci bir tərəfi də mənəvi orucdur. İnsanoğlu bununla belə ki, bununla yanaşı ki, səhər azanından şam azanına, sübh azanından şam azanına qədər bir sıra fiziki məhdudiyyətlərə, yəni ki, pərhizlərə əməl eləyir. Bununla yanaşı insanın mənəviyyəti də oruc olmalıdır. İnsanın bədən üzvləri oruc olmalıdır. İnsanın baxışları oruc olmalıdır. İnsanın danışığı oruc olmalıdır. Dili oruc olmalıdır. İnsanın bir sıra bədən üzvləri var ki, qulağı oruc olmalıdır. Yəni sən çalışmalısan Ramazan ayında fiziki pərhizlərə əməl eləməklə yanaşı, yeməkdən, içməkdən və bir sıra məsələlərdən, maddi məsələlərdən uzaq durmaqla yanaşı çalışmalısan, həm də özünün bədən üzvlərini pərhiz saxlatdırasan. Məsələn, harama baxmayasan. Sənə aid olmayan şeylərə baxmayasan, Allahın sevmədiyi şeylərə baxmayasan, qeybət danışmayasan, böhtan danışmayasan, yalan danışmayasan, şər danışmayasan, insanları dilinlə təhqir eləməyəsən, söyüş danışmayasan. Bu da dilin pərhizidir. Qulağınla qeybəti eşitməyəsən, böhtan eşitməyəsən, yalan eşitməyəsən, təhqir eşitməyəsən və çalışasan, nahaq sözlər eşitməyəsən, çalışasan ki, eşitməyəsən. Ən azından kimsə danışanda bacardığın qədər oradan uzaq olasan ki, qulağının orucu pozulmaya, haram musiqilərə qulaq asmayasan. Və bu qulağın orucudur. Dilin orucu, qulağın orucu, gözün orucu, yəni bədən üzvlərinin orucu, yəni bundan ibarətdir. Bir növ oruc da var ki, bu artıq daha yüksək mərtəbəli və orucun demək olar ki, yəni zirvəsidir. O da ruhun orucudur. Yəni fizioloji, yəni fiziki orucdan, sonradan mənəvi oruc, bədən üzvlərinin orucundan sonra növbəti mərhələsi, orucun kulminasiya və zirvəsi ruhun orucudur. İnsan, yəni ki, fiziki oruc, yəni pərhiz saxlamaqla və ondan sonra bədən üzvlərinin pərhizini saxlamaqla nəticə bu olmalıdır ki, insanın ruhu oruc olmalıdır. İnsanın qəlbi oruc olmalıdır. Qəlbində paxıllıq, qəlbində nifrət, qəlbində kin, qəlbində günaha meyillilik, başqalarına olan o kin-kudurət ürəyində kök atmamalıdır və çalışmalısan maksimum dərəcədə ruhunu oruc eləyəsən. O xəyanət, paxıllıq sənin ruhunda, kin-kudurət, həsəd ruhunda kök atmamalıdır. Və ruhunun, əgər sənin fiziki orucun, sənin mənəvi orucun ruhunun saflanmasına səbəb olmursa, sənin fiziki orucunun heç bir mənası yoxdur. Əgər sənin səhərdən axşama, sübh əzanından şam əzanına qədər ac durmağın və bir sıra məsələlərdən pərhiz etməyin sənin mənəvi orucuna, yəni ki, qulağının, gözünün, dilinin orucuna səbəb olmursa, qulağının, gözünün, dilinin orucu nəticə etibarilə qəlbinin və ruhunun orucuna, pərhizinə səbəb olmursa, sənin deməli fiziki orucunun da heç bir mənası yoxdur. Yəni ki, nə qədər oruc tutanlar var ki, onlara tutduqları orucdan qalan yalnız və yalnız ac və susuz qalmaqları olacaq. Ona görə də əzizlərim, çalışıq Ramazan ayında orucun fəlsəfəsini, orucun mahiyyətini dərindən dərk etməyə çalışaq. Yəni elə cəmaət desin, mən də oruc tuturam, elə vicdanımızın səsini susturmaq üçün səhərdən axşama ac duraq, bununla məsələ bitmir. Bununla məsələ həll olmur. Ümumiyyətlə, İslam qayda qanununun, İslam dinində bizlərə qoyulan bütün şəriət hökmlərinin, bütün əqidəvi üsulların hamısının son və nəhai hədəfi insandan bir insan düzəltməkdir. İnsanın ruhunu paçlamaqdır. İnsanın nəfsini təzkiyə eləməkdir. Əgər bizim namazımız bizim ruhumuzu təzkiyə etmirsə, bizim orucumuz bizim ruhumuzu təzkiyə etmirsə, o namazın, orucun heç bir faydası yoxdur. Allah-u Teala Quran-Kərimdə də buyurur ki, İnnas-salate tənha anil fəhşai vel munkar. Buyurur ki, namaz odur ki, səni pis
pisliklərdən və pozğunluqlardan saxlasın, çəkindirsin. Əgər bir namaz səni pisliklərdən, pozğunluqlardan çəkindirmirsə, artıq o namaz deyildir. Oruc da həmçinin. Əgər sənin orucun bir aydan sonra sənin qəlbində kin-kudurəti aradan aparmadısa, sənin qəlbində nifrəti aradan aparmadısa, sənin qəlbindəki o xəyanəti aradan aparmadısa, sənin qəlbinə Allah məhəbbəti, əhl-i-beyt məhəbbəti, möminlərin məhəbbətini, insanların, Allahın sənin qəlbində bir məhəbbətini artırmadısa, belə olan halda sənin orucunun sənə qalan yalnız aclığı və susuzluğu olacaqdır. Deyir, bir dəfə Ramazan ayında bir neçə gənc yolla gedərkən küçədə bir qocanın xəlvətə çəkilib və gizlində yemək yediyini görürlər. Bunlar qocanı görəcək, yəni Ramazan ayı olduğuna görə başlayırlar qocaya rişxənd eləməyə, tənə vurmağa ki, ey qoca, sən oruç tutmursanmı ki, Ramazan ayında yemək yeyirsən, sənin saqqalının çal vaxtıdır və sən gərək ibadətlə məşğul olasan. Qoca baxır ki, cavanlar bir qədər düşünməyiblər, bir qədər səhv düşünüblər və başlayır onlara belə bir cavab verir ki, mənim övladlarım, mən orucam, amma nə cür orucam? Mən yalan danışmıram, mən böhtan atmıram, mən qeybət eləmirəm, mən başqalarına söymürəm, təhqir eləmirəm, mən xəyanətdən uzağam, mən insanların halallarına haram, pis gözlə baxmıram, mən dilimi, qulağımı, bütün üzvlərimi oruc saxlayıram, mənim qəlbimdə kin-kudurət yoxdur, mənim qəlbimdə həsəd yoxdur. Sadəcə olaraq mənim fiziki problemim var, mənim xəstəliyim var. Mən yemək yeyirəm Ramazan ayında. Amma başqa sahələrə çox diqqətliyəm. Amma cismim icazə vermir ki, mən oruc tutam, mən ac qalam, ac qala bilmirəm sadəcə olaraq. İndi deyin görüm, bəs siz necə? Siz orucsunuzmu? Deyəndə cavanlar pərt olurlar. Hamısı başını salır aşağı və deyirlər ki, baba, əslində sən orucsan, biz oruc deyilik. Yəni bu şərtləri nəzərə aldıqdan sonra, qocanın söylədiyi bu sözlərdən sonra cavanlar baxır ki, sözün həqqi mənasında onlar əslində oruc tutmurlar, ac qalırlar. Onlarınki oruc tutmaq deyil, əzizlərim. Sadəcə olaraq səhərdən axşama kimi ac qalmaqdır. Allah Taala inşallah hər birimizə kömək olsun ki, orucu sözün həqqi mənasında fəlsəfəsini, onun hikmətini dərindən dərk eləyək və həqiqi oruc tutanlardan olaq inşallah. Allah hər birinizin yar və yardımcınız olsun. Allah Taala inşallah gələn günlərinizi xeyrə culasın və inşallah oruc namazlarınızı, ibadətlərinizi qəbul eləsin. Ramazan ayının sonunda hər birimizi inşallah bağışlasın və günahlarımıza qələmi əfv çəksin. Sağ olun, gələn verilişlərdə görüşmək ümidi ilə.